Burada qəza qaçılmazdır. Ən təhlükəli yer oradır. Abşeronla Sumqayıtı birləşdirən Saray körpüsündə tikinti işləri demək olar ki, yekunlaşıb. 4 hərəkət zolağı olmaqla inşa edilən körpünün hər iki tərəfdən piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub. Yol asfaltlanıb, xətlər çəkilib, ancaq avtomobil yolu Saray körpüsünə uyğunlaşdırılmayıb. Saray körpüsündə tikinti işləri demək olar ki, yekunlaşıb, hətta müəyyən bir vaxt çərçivəsində istifadəyə verilməsi də nəzərdə tutulub. Ancaq dayandığım bu ünvanda, bu ərazidə biabırçı bir mənzərə ortaya çıxıb, hətta bir o qədər də təhlükəli hesab etmək olar. Çünki yolun tən yarısını piyada çəkisi tutub. Çünki körpüdə tikinti işləri məhz orada yekunlaşıb, bu istiqamətdə isə yol qısalır və daralır. Və bu da gələcəkdə bu ərazidə böyük bir tıxacın, hətta qəzaların baş verməsinə səbəb ola bilər. 3 aşırımdan ibarət olan yeni körpünün uzunluğu 104 metr, ümumi eni isə 21,6 metr təşkil edir. Sumqayıtdan Abşeron istiqamətində hərəkətdə olan avtomobil körpüsü üzərindəki yolun son hissəsində biabırçı bir mənzərə ilə qarşılaşırıq. Yol genişləndirilmədiyindən avtomobillərin bu istiqamətdə hərəkətində müəyyən problemlər yaranacaq. Burada bir anlaşılmazlık var ki, bu yol düz gəlib, haradasa 2 metr sola çıxır. Burada getdikcə bu belə olanda tıxac əmələ gələcək. Yenə həmin ifadə burada alınacaqdır. Burada hər gün tıxac əmələ gələcək. Gözəl yol çəkmişlər, ancaq bunu enlətməyiblər. Yol çəkilməli də müəyyən bir qədər ki, əvvəlki tıxac yaranmasın, əvvəlki qəzalar baş verməsin. Amma görülənlər hamısı kifayət deyil. Onun hamısı gördükləri işlər göz qabağındadır. Körpü düzəlib, ürək açandır, amma keyfiyyət yoxdur. Sakinlərin sözlərinə görə bütün bunlara səbəb Saray istiqamətində olan yolun üzərində yaşa obyektinin olmasıdır. Körpü tikilən zaman həmin obyekt yolun üzərindən götürülməli idi. Elə bunu həmin obyektin sahibi Rauf Həsənov da təsdiq edir. Tikinti zamanı ona söküntü ilə bağlı heç bir müraciət edilməyib. Məhz bu səbəbdən ərazidə acınacaqlı vəziyyət yaranıb. Yəni burada elə bir qəza olacaq ki, bunun sonra peşmançılığın altından çıxmaqla mümkün olmayacaq. Ona görə təcili burada bir tədbir görülməlidir. Körpü gəlir, daralır, burada butulka variantı bir iş gedir. Çox gülməli bir şey alır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Dinas TV-yə bildirilib ki, körpüdə tikinti işləri layihəyə tam uyğun aparılıb. Ancaq yolun genişləndirilməsi onların səlahiyyətində deyil. Qeyd edim ki, bundan öncəki körpü 2 hərəkət zolaqlı olub, lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə, körpünün indidən həmin infrastruktura uyğun olması şərtdir ki, bu da indidən nəzərə alınıb. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq. Piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədi ilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq. Bununla bağlı qərara alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlansın deyə İcra Hakimiyyətindən bildirilib. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.